Danışır Bakı. Köhnə yeni radyo. Hər gün səslənər dalğalar, hər an ucalar nəğmələr, elə xəbərləri daşıyar evə. Axşamınız xeyir əziz dinləyicilər. Yenə də sizinlə Əli Məhəmmədoğlu. Mehriban səsin, radio məni, gözləri kəran biz, dizləri kəran biz. Mehriban səsin, radio. İnsan həmişə keçmiş xatirələrlə yaşayır. Ötənləri itirəcəyini düşünəndə böyük bir boşluq yaranır ürəyində. İllər tez ötüşür, doluruq yaşa. Həyatın qəribə təzadları var. Ömür qatarımız yollanır qışa, azalır günbəgün dayanacaqlar. Xoş gün görməmişik hələ doyunca. Vaxtsız ağarıbdır qara saçımız. Yaşımız artdıqca, illər boyunca artır nağıllara ehtiyacımız. Kaş uçub gedəydi saçımızdan dən, arzumuz çay kimi aşıb daşıydı. Kaş ki üç alma düşəydi göydən, ömrümüz təzədən işıqlanıydı. Çoxumuz sevdiklərimizi itirməkdən qorxuruq. Çünki sevdiklərimiz üçün yaşayırıq. Onları itirməmək üçün öz həyatımızdan belə keçməyə hazırıq. Bəlkə itirmək qorxusu sevgini böyüdür. İnsanın sevib hörmət bəslədikləri yanındaykən daha az qorxur həyatda. Bizi həmişə qorxudan, içimizdən ata bilmədiyimiz o boşluq kiçilir, kiçilir, kiçilir və yox olur. Artıq qorxmursan. Elə bu zaman anlayırsan ki, itirməkdən qorxmadığı zaman insan həqiqətən sevə bilər. Bu həyatdır, ömürdür. İstəməsək belə sevdiklərimizi, yaxınlarımızı itiririk. Amma təsəllimiz var. O da xatirələrdir. Elə hər dəfə köhnə yeni radionun studiyasında neçə-neçə sevdiyimiz, bir zamanlar çiyin-çiyinə çalışdığımız dostlarımızı xatırlamaqla onları da yaşadırıq. Əl çatmayan zirvə aşar, ürəklərlə doğmalaşar. İllər keçər, ölməz, yaşar, bizi bizdən alan sözlər. Köhnə yeni radyo. Bugün də radiomuzun veteranı, əməkdar jurnalist Akşin Babayevlə xatirələri çözəcəyik. Həmkarlarımızı bir daha yad edəcəyik və təbii ki, özümüzdən də danışacağıq. Gelin baş başa, görüştü yolda, gelip yüz yüze, görüştü onlar. Gelip baş başa, görüştü yollar, gelip yüz yüze, görüştü onlar. Akşin müəllim, xoş gəlmisiniz. Çox sağ olun. Hörmətli dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, Akşin Babayev adı mənim üçün təkcə radioda mən işlədiyim müddətdə bir rəhbər yox, bir həmkar yox. Mən Akşin Babayev deyəndə həmişə bir böyük qardaş, necə deyim, bir böyük bir simpatiyam olan böyük yoldaş,
Bu sözləri mən ürəyimdən gələn sözlərdir. Həmişə sizi belə gözəl bir insan kimi xatırlayıram. Çox sağ olun müəllim. Dediyiniz gözəl sözlərə görə mən minnətdaram sizə. İnanın ki, bu qarşılıqlıdır. Ümumiyyətlə, radio mən həmişə sirli bir dünya demişəm, sirli bir aləm demişəm. Və bu tilsimli dünyaya düşən heç buradan çıxa bilmir. Bəli, tamamilə doğrudur. Və özündə də mən bura gələndə mən çağırılan vaxtdan da bir saat əvvəl gəldim. Ona görə ki, getdim, görüşdüm, bütün vaxtilə bir yerdə işlədiyim adamlarla, gözəl jurnalistlərdir, gözəl qələm sahiblərdir, oturduq, söhbət elədik, keçmişi xatırladıq, bugündən danışdıq, elə bir dünyanı mənə verdilər. Çox gözəl. Və mən Milli Məclisdə işləyəndə də, bir dəfə bura gələndə Zarafatyana dedim ki, görürsün, mən buradan gedəndə uzağa getmədim, Milli Məclisə getdim ki, oradan, özü 12-ci mərtəbədə otururdum orada. Dedim, getdim ki, orada 12-ci mərtəbədən sizə tamaşa edeyim. Yəni, uzaq getmədim sizdən. Və bir balaca Darıxan kimi də həmişə gəlirdim, görüşürdüm, yoldaşlarla söhbət edirdim və iş yoldaşlarıma da Milli Məclisdə deyirdim ki, mən gedim biraz oksigen alım gəlirəm. İndi təbii olaraq Milli Məclisin özündə də oksigen var, burada da var. İntihası bu bura rəmzi, biraz oradan yuxarıdır. Bir rəmzi mənada deyirəm mən bu sözü ki, yəni köhnə vaxtilə gör, mən 1958-ci ildə gəlmişəm bura. Ay sağ ol, Akın mən bu çox gözəl ki, özünüz başladınız. Mən o sualı verəcəydim ki, nə vaxt gəlmisiniz, kimləri görmüsünüz, kimlərlə işləmisiniz? Mən gəldim bura 1958-ci ildə universitetdə 5-ci kursda oxuyurdum və qəzetdə işləyirdim. 5-ci kurs tələbəsi ikən həm də işləyirdim. Sonra mənim bir dostum vardı, Allah rəhmət eləsin, onu Yavər Eyvazov. Allah rəhmət eləsin. O keman çalan Şəfiqə xanım var, Eyvazova, onun böyük qardaşı. Biz çox yaxın dost idik, o məni gördü, görüşdük, söhbət elədik, dedi, harada işləyirsən, dedim, qəzetdə, dedi, radio gələrsənmi? Dedim, böyük məmnuniyyətlə gələrəm, çünki radio ümumiyyətlə o müharibə illəri, mənim uşaqlığım 2-ci Dünya müharibə illərinə təsadüf edib, o Qaradağ radio, ilk dəfə Nazimiyyətin Kəllə piyesini radiodan eşitdim və o Ələsgər Ələkbərov, Mr. Dalbanez onu oynayırdı. Bütün o bayaq dediyin kimi ofsunlanmışdım mən radionu. Əgər bütün bəşəriyyət ədüv canım ola, ürək sübut eləməz aldığı mətanətdən. Ricav-ı xövvə məkan vermərəm gər alimlər, 1000 ildə vəz edələr dəhşəti qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, və ya ki vəd edələr dövləti cahanı mənə, ki bir kəsə baş əyib, iczimi bəyan eləyim, əyilmərəm nə ki yer, versələr səmanı mənə. Dedim, böyük məmnuniyyətlə gəlirəm. Dedi, gəl, bizim bir baş redaktorumuz var, onun yanına səni aparım. O indi sənə tapşırıq verəcək. Əgər xoşuna gəlsəniz, götürər. Xoşuna gəlməsə də mən nasıldır? Dedim, Yavər, görüşdür məni. Gəldik, görüşdük baş redaktoruna. O da mənə dedi ki, 2 səhifəli bir yazı yaz. Yazdım, gəldim, oxudu, bəyəndi. O dəqiqə mənim əmrimi verdilər. O baş redaktor kimidir? Aydın Bəlixanov. Allah rəhmət eləsin. Türk verilişlər redaksiyasının baş redaktoru. Çox gözəl tanıyırdım. Sonra mən Muxtar Hacıyev idi, bizim bütün xarici verilişlərin başçısı o idi. Və o illərdə də belə ki, hamımız bir binada yerləşirdik də. Bəli, yadımdadır. Radio binası ayrı, televiziya binası ayrı, elə deyildi. Bəli, yadımdadır, Hakim müəllim. Mən 67-də gəlmişəm, o cür idi. O fasıl. Yəni, Kamil Rüstəmbəyov, Rauf Kazımovski, İsmət Səfərəli bəyov, Arif Babayev, bu məşhur rejissorlarla Çin-Çineli bir yerdeydik biz. Və o rejissorların böyük bir qismi də əvvəlcə radioda başlamışlar fəaliyyətə, sonra televiziyaya keçmişdilər. Və o mühit, radioda məsələ Aydın Qaradağlı kimi nəhəng bir, titan bir sənətkarla bir yerdə olmaq, oyla söhbət eləmək, danışmaq. Bilirsiniz, bir sözlə ifadə edilməyəcək bir, elə bilirəm ki, nağıldır bu. Elə bilirəm bir əfsanədir.
O insanları ki mən vaxtilə görmüşdüm burada. Və sonra talih belə gətirdi ki, mən də yavaş-yavaş pillə-pillə demək, şöbə müdürü oldum, nə bilim, baş redaktor oldum, Türkiyə işləməyə getdim, Türkiyədən qayıtdım, gəldim, sədr müavini oldum və s. Amma mənim ilk sədrim olub Teymur Əliyev. Aha, Allah rəhmət Teymur eləsin. Elçin. Bəli. Şair və gözəl ictimai xadim. Onunla bərabər, yəni onun rəhbərliyi altında işlədiyimiz illəri mən heç vaxt unutmuram. Ondan sonra komitənin sədri oldu Ənvər Əlibəyli. Ənvər Əlibəyli. Mən onun vaxtında gəlmişəm. O qədər həm böyük demək tələbkarlıq var idi, həm də çox böyük qayğı vardı. Və biz veriliş hazırlayarkən dinləyicini yox, Teymur Əliyevi gözümüzün qabağına gətirirdik. Ənvər Əlibəylini gətirirdik gözümüzün qabağına ki, bizim fəaliyyətimizə onlar necə qiymət verəcəklər. Və o vaxtda mən xarici verilişlərdə başladım fəaliyyətə. Bəli, bəli. Türk redaksiyasında. Çox yaxşı. O vaxtda məsələn, xarici verilişlərdə məsələn İraqdan Sinan Səid gəlmişdi. O Nərminə Məmmədov ilə birlikdə Kərkük mahnılarını oxuyur. Hündürboy arıq adam. Bəli. Her gün akşam olur dalam 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 Elimde kemancam çalam 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 Və başqa da məsələn ərəb redaksiyasında vardı Hafiz Əl-Qabbani, Abdullah Salam, nə bilim Tariyel vardı. Tariyel Həsən, onlar bizim kadrlardı. Mən xariciləri deyirəm. Xaricilər. Və o vaxtda ərəb redaksiyası fəaliyyətə başlayanda Vasif Məmmədəliyev, akademik Vasif Məmmədəliyev ikinci kursda oxuyurdu. Həm də bizdə tərcüməçi işləyirdi. Onun tərcümələrinə Hafiz Əl-Qabbani baxdı, dedi ki, siz bizi niyə çağırmısınız bura? Sizin belə tərcüməçilərə. Hələ o vaxt Vasif Məmmədəliyev hələ ikinci kursda oxuyurdu. Artıq onun tərcümə etdiyi xəbərlər falan, onlara yəni bir stilist qələmi dəymirdi. Necə tərcümə edibsə o cür də efirə getirdi. Yəni o illər təbii olaraq. Bu yoldan 30 yıl önce de geçtim. Yine böyle ağır, yine böyle erimiş kurşun gibiydi. Hazer. Bu yoldan 30 yıl önce de geçtim. Ben vardım, oğlum yoktu. Belki oğlum da bu yoldan 30 yıl sonra geçer. Belki ben olmam, elbette belki. 85 çok mu? Belki ben olmam ama kim bilir neler olacak. Yaman meraklanırım olacaklarla. Bu yoldan 30 yıl önce de geçtim. Sonra mən Yalan Zürafə adlı bir kitabım çıxdı. Orada mən radiolu günlərimlə söhbət açdım. Biz də bilirsiniz, radio jurnalistinin də böyük xoşbəxtliyi ondadır ki, böyük insanlarla görür. Ümumiyyətlə jurnalistin xoşbəxtliyi ondadır ki... Elə ümumiyyətlə Akşin müəllim, radio işçilərinin hamısının bəli. Siz təsəvvür edin, mən Bülbülün evində olmuşam. Niyazir'in evində olmuşam. Fikrət Əmirovun, Qara Qarayevin, Tahir Salahovun, Emal Xansın. Bunlarla belə Nazım Hikmətlə görüşmüşəm, Əliya Vahidlə görüşmüşəm. Bunların haqqında hər biri bir kitabdır, bunların hər biri bir dünyadır. Bax, bu danışdığınız hadisələr, danışdığınız sözlər, indi danışırsınız, siz o insanları ki, xatırlayırsınız, onların evində olmuşsunuz, düzdür. Mən, məsələn, o doğrudan böyük xoşbəxtlikdir ki, hətta indi siz onların evində olmuşsunuz, bu ümumiyyətlə xüsusi bir xoşbəxtlikdir. Mən hesab edirəm ki, Akşin müəllim, valla onlarla bir zəmanədə yaşamağın özü bir xoşbəxtçilikdir. Təbii. Onları şəxsən tanımaq. Mən də bax, siz deymişkən, böyük Tofiq Quliyevi, məsələn, bir həftə bir otaqda oturmuşuq özünün dəvəti ilə, biz burada ev alanda. O bizim makinacımız xəstələnmişdi. O özü təklif elədi ki, mən öz makinacımı sizə verə bilərəm.
Amma bu şərtlə ki, mənim kabinetimdə, mənim qəbul otağımda olsun ki, lazım olanda mən də ondan istifadə edeyim. Məsələn, o cür insanın böyüklüyünü görmüşəm. Süleyman Ələsgərovla şəxsən tanış olmuşam. Mən də özünün avtoqrafı ilə, mənim də orada bir-iki kuplet şeir oxumuşam. Onun özünün avtoqrafı ilə məndə o valı var, plastinkası var, o patefon valı. Valla belə adamlarla tanış olmağın özü bu radioda işləməyinə dəyərmiş bu qədər məsələ. Akşin müəllim, mən bilirəm ki, siz məsələn tək radioda işləməklə, ondan ali sovetdə işləməklə yox, siz həm də yazıçılıq fəaliyyəti ilə məşğulsuz. Yəqin ki, indinin özündə də məşğulsuz. Sizin hətta pyesləriniz teatrlarda oynanıb. Xahiş edirəm bu barədə bir iki kəlmə. Mən bu radio işləməyə gələndə artıq mətbuatda çıxış edirdim. Hekayələrim çıxırdı. Və mən radio ona görə minnətdaram ki, radio mənə yazı yazmağı öyrətdi. Yəni danışıq dilində, xalq dilində cümlələr qısa olsun. Bu təsiri çoxdur. Bəli, çox. Radioda işləməyi mənə çox böyük kömək oldu. Bu günə qədər mənim bir 32 kitabım çıxıb. Axırıncı kitabımı da Mədəniyyət Turizm Nazirliyi 75 illiyimlə əlaqədar çox nəfis şəkildə foto şəkillərlə, çox gözəl, mən fürsətdən istifadə edərək Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm ki, mənim əməyimə qiymət verildi və onlar belə bir kitabı nəşr edildilər. Və burada da mən işlədiyim illərdə müntəzəm olaraq mətbuatda çıxış edirdim. Məsələn, mənim radioda işə başladığım ilk illərdə təxminən 59-60-cı illərdə artıq mənim povestlərim, parça-parça, məsələn 8 nömrə Azərbaycan Gəncləri qəzetində. Bəli, deməli o Azərbaycan jurnalında çıxan povestlərdən dəqiq yadımda deyil adı. Mən ümumiyyətlə sizin bütün demək olar əsərlərinizi oxumuşam. Orada bir dənə epizod var. O dəqiq yadımda deyil o povestlərin hansındadır. Orada onu hətta mən hardasa mənə bir söz verəndə, bir sağlıq deyəndə, bu məsələn iki gənc haqqında bir sağlıq zad demək istəyəndə sizin oradakı bir cümləniz var. Onu mən stat çəkirəm, özlə adınızı çəkmək şərti ilə, ki, cəmaət elə bilməsin ki, bu mənim öz fikrimdir. Orada kiməsə arzuluyursunuz ki, qoşar relsin üstü ilə gedirlər, deyir, kaş onların da ömrü bu qoşar rels qədər olaydı. İkisi də axırda sonsuzluğa qovuşaydılar. Bax, belə bir, məsələn, mən sizin demək olar bütün əsərlərinizi oxumuşam və o əsərlərdən birində o epizod var ki, onu mən deyirəm də, hətta sağlıq da deyəndə. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Bilirsiniz, yazıcının ən böyük sevinci onun oxucusunun olmasıdır. Yazıcı var ki, oxucusu yoxdur. Çox təəssüf ki, indi oxucu azdır. Çox təəssüf. Amma var, hər halda var, oxuyanlar var. Məsələn, mənim haqqımda bir yazı yazmışdı bir qadın, Şökət xanımdır adı, soyadı da Məmmədova. Bir başlıq qoymuşdu, oxucusu olan yazıcı. Siz inandırım ki, bu mənə elə bildim, mənə dövlət mükafatı verdilər. Gözəl. O qədər gözəl ifadə eləmişdi bunu və həyatımda da bir neçə belə hadisələr olub. Mənim çox unudulmazdı. O hadisələr, məsələ biri olmuşdu, mən Lənkərana getmişdim, bir kitabım çıxmışdı, Dünyanın Axırı, ala bilməmişdim. Bir də gördüm, qutardı. Onda çox satılırdı. Onda maraq daha çox idi kitaba. Bəli. Və gördüm, bu Lənkəranda kitab mağazasında bu kitab var. Dedim, qızım, neçə dənə qalıb bu kitabdan? Dedi, 5 dənə. Amma bu kitabı siz almaq istəsəz əgər, bilməm, neçənci partiya qurultayının da materiallarını almalısınız. Baxdım, gördüm ki, mənim kitabımın arasına o partiya qurultayını da broşura şəklində qoyublar ki, belə satırım. Dedim, bir alıram, qızım. Neçə kitab qalıb? Dedi, 5 dənə qalıb. Dedim, 5 dənə qalıb, 5-ini də ver mənə, qızım. Dedi, bax, deyirəm, dedim, mən etiraz eləmirəm, vermez. Bu açanda kitabı belə mənim şəklimi gördü. Dedi, sizsiz? Dedim, mən çıxartdı partiya broşurlarını.
Hamısını. Sonra dedi mənə ki, qız mənə dedi ki, gördüm bu belə oxuyub, diqqətlə oxuyub ki, kitabın birində yazdım, ona hədiyyə verdim. Hə, inandırım sizi ki, küçəyə çıxdım, hələ bir ki, dünya mənim üçün nəğmə oxuyurdu. Da bundan böyük xoşbəxtlik ola bilməz ki. Doğrudan elə. Ya da bir dəfə yenə gecikmişdim kitabımı almağa. Müşfiqin heykəlinin yanında bir kitab dükanı vardı. İçəri girdim, gördüm heç kəs yox. Fürsətdən istifadə elədim. Öz adımı dedim, soyadımı dedim, kitabın adını dedim. Düdaşımın içində nə var? Gələn deyir, vallahi mən falan qədər gətirmişdim. Hamısı satıldı falan. Mən sizin üçün sabah o bir gün gəlin. Gətirin. Mən sizin üçün gətirirəm. Əla. Dedim ki, mənim üçün ondan bir mümkün olsa əgər bir 50 dənə belə falan ki, bu başa düşdü nədir? Sonra gördüm ki, bu kitab satanın özü də oxuyub. Biz bunlar çox böyük, heç lazım da öyle insana. Bu en büyük mükafat budur. Bəs nə? Yaxud mən bir yerdə görüşdüm, bir nəfərlə tanış edilər, deyirlər Moskvada yaşayır. Mənim adımı, soyadımı biləndən sonra bunu indi tərif kimi qəbul eləməyin. Akşin müəllim, mən sizin bir oxucunuz kimi, bax indi sərdən bu kompliment də elə doğrudan ürədən. O qədər sadə, o qədər maraqlı yazırsınız ki, həqiqətən sizin yazılarınızdan ayrılmaq mümkün deyil. Bunun hamısının sirri ondadır. O mənə dedi ki, mənim Kişilər Az Yaşadı adlı əsərim var. Onu dedi, o kitabı biz Moskvada ailə oxuyur, o bura ailəyə veririk. Bu oxuyur. İnandırım sizi ki, nə deyim, bundan böyük sevinç olmazdı da mənim üçün. O ki, qaldı piyeslərə, mən universitetdə oxuyandan bir pərdəli piyes yazmışdım. 1955-ci ildə universitetdə oynandı. 54-də mən universitetə daxil olmuşdum. 55-də o piyes göstərildi. Ondan sonra mən, demək, mənim piyeslərim Musiqili Komediya Teatrında, Gənc Sanatçılar Teatrında, Sumqayıt Teatrında, İrəvan Dövlət Dram Teatrında, məsələ İrəvan Dövlət Dram Teatrında mənim Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş Xilaskar piyesim tamaşaya qoyuldu. İrəvan Teatrı həmin piyeslə Türkiyənin 7 şəhərində tamaşa verdi. Hələ mən demirəm ki, burada Gürcüstanda, Dağıstanda çox böyük uğurla qarşılandı həmin əsər. Və o teatrın demək, direktoru, müdürü baş rolda oynayırdı. İftixar Piriyev. Bəli. Və o qədər gözəl qarşılandı. Sumqayıt tamaşası da çox gözəl qarşılanmışdı. Sonra Bələdiyyə Teatrında mənim ümumi liderimizə həsr etdiyim Oğul piyesi tamaşaya qoyulmuşdu. Ya yaxşı da belə yenə deyirəm, tərif olmasın, uğur qazanıb. İndi mən təbii olaraq yenə davam etdirirəm belə yazıçılığımı, sonra dramaturji yaradıcılığımı. Təbii də biraz yaş gəlib indi elə bir həddə satıb ki, indi biraz işləmək əvvəlki kimi deyil, enerji ozurdur. Aydındır, amma hər halda. Amma mən heç vaxt qələmi yerimdə. Allah Teala nə qədər ömür payı veribsə, o qədər də işləyəcək, təbii olar. Radyo teatrı. Akşin Babayev. Müsabiqə. Akşi. Sen de yeme. Ne olur? Kül oldu ye. Yine başımıza. Azat. Muhtargil gene su döktüler başımıza. Ne? He, bir bura bak. Allah size lanet Vay benim markalarım. Allah'a and olsun, bir deli şeytan deyir, çık yukarı. Kanına gel tanıla muhtarı da, afağı da. Yaxşı. Onu çörək bıçağı. Yaxşı. Markaların döşeğimin altındadır. Sen beni de, balanı da markalarımı kurban vereceksin. Al eləməsin. Özde göpa basma. Hani o çörək bıçağı, he? Özünü kime gösterirsen, he? Burada benden başka adam var. Çık yukarı. Başa salonları. Sağ çıxaram. De ki məhkəməyə verəcəyəm sizi. De də, mənim evimin pataloqu aş düzəndir bəyə. Nə mal kimi baxırsan üzümə. Çıx da, çıx danış da onlarla. Bu dəqiqə çıxıram yuxarı. Çıxıram bu dəqiqə. Açın qapını. Açın qapını deyirəm sizə. Yoxsa sınırıram qapını, pəncərəni. Bura bax, Quşbala. Mənim qapım sənin üçün nömrə hamamı deyil ha. Quşbala sənlərindir. Bura bax, atan cımadar olub yoxsa anan. Belə qapı döyərlər. Adamın başına su tökəndə
qapını dəyər də o yana da keçər. Lap sındırar da. Nə deyirsən la? Ha, ömrün boyu arvadın dalında gizləndin. Çıx bayra danışaq səndən. Çıx görüm. Allah sənin üzünə baxıb ki, afaq məni buraxmır bayra. Yoxsa 10 dəqiqənin içində bolni salgılayardım. Hadi bırak çıx! Hadi keç içəri. Necə keç içəri? Keç içəri görüm. Kişiyle kişi danışar. Ne deyirsən? Süt ötmüşəm sənin başıma. Ha. Tökürəm sənin başıma, tökəcəm sənin Bu ne danışır ha? Get, hara istəyirsən şikayət Heç eybi yok. məndən. Heç eybi yok. Gün Bana gələr. bak. İt kimi peşman olarsan. Ha. Kim? Mən? Ha. Ay sən öləsən ha. Hələ ki indiyə qədər heç nədən peşiman deyiləm. Açın qapını. Açın qapını deyirəm, yoxsa sındırıram vallahi. Qorxdum səndən. Hə? Nə deyirsən? Başına su tökmüşəm. Tökürəm, belə tökəcəm. Get məndən şikayət elə. Belə Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına. Bura bax, hey! Mən sənin üçün azad zat deyiləm, ha! Keç görüm. Bahu! Burada parnik düzəltmişsiniz ki. Bəli. Ağay, bizim daxil işlərimizdə sənin qarışmaq ixtiyarı yoxdur. Muxtar! Ay Muxtar! Hə. Çıxar onu bayra. Çıx, səsə. Mənim əlim ona dəyməsin, yox söylər. Ağac deyib, neyniyəcəksən? Dayım mənə deyir ki, neynirsən elə? Bircə adam öldürmək. Mənim dayım bilirsən kimdir? Hə. Mənim dayım prokurordur be, prokuror. Həri dayısı Hamınızı tutduraram. Pomidor, badımcan, xiyar. Balam, bunlar burada görünə yetişdirirlər. Bu da su çatdırmaq olar. Suda tökmüşəm, tökürəm, belə tökəcəm. Hə? Eybi yoxdur. Mən də sənin o pomidorunu, badımcanını, xiyarını öz əllərimlə dibindən çıxarım səndə. Allah vurub səni. Sənin dayın var ha. Mənim də qardaşım var. Ya sənə verər Allah, ya da mənə verər Allah. Radyo teatrı. Akşin Babayev. Müsabiqə. Bu gün də gəldim, gördüm, çox sevinirəm, fərəhlənirəm. Burada yaradılmış şərait, səliqə, texniki imkanlar bizim vaxtımızda belədir. Bəli. Çox yüksək səviyyədədir. Verilişlərimizə qulaq asıram, dinləyirəm. Ənənəyə sadiqlik. Mən fərəhlənirəm ki, təməlini qoyduğum verilişlər, şəxsən mənim təməlini qoyduğum verilişlər bir gün davam edir, görürəm. Yəni ənənəyə sadiqlik çox böyük şeydir. Və Azərbaycan radiosunun verilişlərində olan ciddilik, sonra keçmişi unutmamaq, bunlar əlbəttə mənim ürəyimi fərəhsizliyi doldurur. Akşin müəllim, təşəkkür edirəm. Buyurun, mən də sizə təşəkkür edirəm ki, məni unutmursunuz. Minnətdaram. Çox sağ olun. Baxışlar, yarpaqlar, çiçəklər, küləklər, oynar. Onlar mənzili vurmaq üçün başa. Efir vaxtımız başa çatır. Bugün radyonun veteranı, əməkdar jurnalist Akşin Babayevlə ötən günləri xatırladıq. Amma o günlərdə qalanlar, deyiləcək, danışılacaq o qədərdir ki, saatlar, günlər bəs eləməz. Bugünlük yekunlaşdıraq, soruya da nəsə qalsın. Köhnə yeni radyo. Əziz dinləyicilər, Köhnə yeni radionu Əli Məhəmmədoğlu, Səyyarə Altay və Dilşad Tahir qızı köklədi. Gələn görüşlərə dək dalğanı dəyişməyin.